Salam əziz müəllimlər, bugün sizinlə oduncaq materiallarının mişarlanması və təmizlənməsi mövzusu haqqında öyrənəcəyik. Gəlin müəllimlər, vaxt itirmədən keçək mövzumuza. Mişarlama oduncağın emalında ən vacib və məsuliyyətli əməliyyatdır. Bəli, biz hətta keçən dərslərimizdə nə demişdik? Demişdik ki, nişanlama isə vacib və məsuliyyətli əməliyyatdır. Niyə görə? Çünki orada biz nişanlama apararkən hər hansı bir səhvə yol verdikdə onu silib, pozub, təzədən yeni ölçülər apara bilərdik. Amma mişarlamada artıq bizim belə bir şansımız yoxdur. Çünki artıq müəllimlər pəstaq kəsildikdən sonra onun geri dönüşü olmur. Ona görə biz deyirik ki, mişarlama ən vacib və məsuliyyətli əməliyyatdır. Yəni geri dönüşü olmadığına görə. Düzgün mişarlama aparıldıqda detalın keyfiyyətini yaxşılaşdırır, təmizləmə və rəndələmə zamanı emal payını azaldır, detalın keyfiyyətini, həmçinin onun hazırlanma vaxtına qənaət etmiş oluruq. Deməli, düzgün biz mişarlama aparmaqla testləri də elə bu şəkildə düşür. Həm detalın keyfiyyətini yaxşılaşdırmış oluruq, onun hazırlanma vaxtını azaldırıq, emal payını da azaltmış oluruq həmçinin. Üstəlik də oduncağa qənaət etmiş oluruq. Elə narahat olmayın, yəni testlərdə də bu şəkildə düşür ki, düzgün mişarlama hansı amillərdən asılıdır və yaxud da ki, biz düzgün mişarlamanı aparmaqla hansı amillərə riayət etmiş oluruq. Yəni bunlara demək qənaət etmiş oluruq. Daha sonra mişarlama və mişarlama yeri var. Bəzən elə müəllimlərin ən çox demək çaşdığı məqamlardan biri. Mişarlama ümumiyyətcə müəllimlər böyük bir prosesdir. Yəni biz mişarlamanı belə nəzərdə yadımızda saxlamalıyıq ki, mişarlamanı aparan zaman mişarlama yeri mütləq nəzərə alınmalıdır. Mən yəni bilməliyəm ki, pəstağın hansı hissəsində kəsim aparacağam. Ona görə deyirik ki, mişarlama yeri nəzərə alınmaqla mişarlama oduncağın hissələrə kəsilməsi prosesidir. Mişarlama yeri isə kəsmə zamanı mişarın yaratdığı yarıqdır. Hətta bax elə burada şəkil 1-ə baxsanız özünüz görəcəksiniz. Şəkil 1-də hal-hazırda mişarlama yeri verilib. Bəzən elə bunu ayrıca test bir sualı kimi salırlar suallara ki, şəkildə gördüyünüz əməliyyat hansı əməliyyatdır? Müəllimləri orada çaşdıracaq bəzən məqamlar olur ki, bu buruqlama ola bilər və yaxud da ki, şuruplama əməliyyatı. O zaman biz onları götürməyəcəyik. Çünki bu hal-hazırda şəkildə gördüyümüz mişarlama yeridir. Mişarlama yeri də özü oldu ki, kəsmə zamanı mişarın yaratdığı yarıq. Elə şəkildə görürsünüz ki, yarıq yaranıb. Yəqin ki, bu hissəsi aydın oldu. Daha sonra oduncağın mişarlanması üçün biz əl və elektrik demək mişarlarından istifadə edirik. Deməli, müəllimlər, burada diqqət edəcəyiniz bir məqam odur ki, hələ ki, burada geniş məlumatlar o qədər də verilməyib. Bizə nə verilibsə onu sizin nəzərinizə mən çatdıracağam. Amma ki, xüsusilə burada diqqət edəcəyiniz şeylər odur ki, şəkillərə çox diqqət edin. Çünki şəkillərdən suallar çox salınır. Onlara ona görə çox diqqət etməyiniz vacibdir. Məktəb emalatxanalarında xarat mişarlarından istifadə olunur. Bəlkə deyirsiniz ki, müəllim, başqa mişarlardan istifadə etmirik biz. Əlbəttə ki, istifadə edirik. Sadəcə olaraq xüsusilə burada məktəb emalatxanalarında xarat mişarlarından istifadə olunduğu qeyd olunub deyə biz onu yəni əsas olaraq götürüb deyirik. Şəkil 2-yə baxsanız, müəllimlər, burada mişarın növləri verilib. Demək, mişarın hansı növləri var? Gəlin tanış olaq. A-da verilib bıçqılar, B-də verilib yaylı mişarlar, C-də isə diskli elektrik mişarı. Baxın müəllimlər, burada diskli verilib. Yəni, ola bilər ki, gətirib dişli elektrik mişarı verir, biz onda onu götürmürük. Yəni, bu hissələrə çox diqqət edin. Mişarın da bizdən hansı növləri olduğunu soruşulsa əgər, elə burada hal-hazırda 3-ü verilib, biz də onu götürəcəyik. 4-ü verilib, 5-i verilib, 6-ı verilib, 7-i verilib, 8-i verilib, 9-u verilib, 10-u verilib, 11-i verilib, 12-i verilib, 13-ü verilib, 14-ü verilib, 15-i verilib, 16-ı verilib, 17-i verilib, 18-i verilib, 19-u verilib, 20-i verilib, 21-i verilib, 22-i verilib, 23-ü verilib, 24-ü verilib, 25-i verilib, 26-ı verilib, 27-i verilib, 28-i verilib, 29-u verilib, 30-u verilib, 31-i verilib, 32-i verilib, 33-ü verilib, 34-ü verilib, 35-i verilib, 36-ı verilib, 37-i verilib, 38-i verilib, 39-u verilib, 40-ı verilib, 41-i verilib, 42-i verilib, 43-ü verilib, 44-ü verilib, 45-i verilib, 46-ı veril
İndi sizinlə inşallah zəncirli mişarların başqa növləri var, elektrik mişarın başqa növləri var. Onlar haqqında irəliləyən siniflərdə danışacağıq sizinlə. Hal-hazırda bizə burada qısa məlumat verildiyinə görə onunla demək biz yola çıxacağıq. Hələ ki bizə bunlar kifayətdir. Daha sonra şəkil 3-ə baxaq. Şəkil 3-də demək müəllimlər, xarrat mişarının quruluşu verilib. Yəni xarrat mişarı hansı hissələrdən təşkil olunub? Zolaq hissəsi var, dişləri var, üstəlik dəstəyi də var. Bu asandır. Elə testlərə də bu şəkildə salınır ki, xarrat mişarının hansı hissələri var? Biz onu da götürəcəyik ki, 3 hissəsi var. Zolaqdır, dişlərdir və dəstək hissəsi. Daha sonra şəkil 4-ə gəlin baxaq. Şəkil 4-də mişarın dişlərinin forması verilib. Elə testlərdə də bəzən salır ki, mişarlar demək nəyinə görə bir-birindən fərqlənir? Əlbəttə ki, dişlərinin formasına görə. Eninə mişarlamaq üçün dişlərin forması şəkil A-da göstərilib. Liflərin eninə həm də uzunluğa mişarlanması üçün dişlərin forması şəkil B-də göstərilib. C-də isə yalnız uzunluğa mişarlamaq üçün dişlərin forması göstərilib. Deməli, müəllimlər, burada diqqət edəcəyiniz əsas məqamlardan biri odur ki, həm dişlərin formasına diqqət edin ki, hansı demək, liflərin formasına görə hansı dişli mişardan biz istifadə edirik. Həmçinin burada onların bucaqları da verilib, onlara da xüsusilə diqqət edin. Yəqin ki, bu hissəsi aydın oldu sizlərə. Gəlin digər hissəyə keçək. Deyir ki, xarrat mişarının əsas başlıca elementi nədir? Ümumiyyətcə, xarrat mişarının başlıca elementi onun kəsici dişləri olan zolaqdır. Baxın, bu hissəni nəzərdə tutur. Elə bu hissəni özüm qeyd etdim ki, siz fikir verəsiniz. Deməli, xarrat mişarının əsas demək hissəsi, başlıca elementi onun kənarında kəsici dişləri olan zolaqdır. Elə bu testlərdə də düşür. Və də biz tərtibat haqqında danışacağıq. Yəni mişarlama qutusu haqqında. Gəlin onun da haqqında biraz məlumat alaq. Müxtəlif bucaqlar altında pəstahın liflərin eninə dəqiq mişarlanması üçün mişarlama qutusundan istifadə edirik. Bəli, bizim bu mişarlama qutusu oduncaq ilə işləməyimiz üçün bir tərtibatdır. Və burada keçən dəfə də qeyd etmişdim ki, dayaqdan mişarlama qutusunun fərqi ondan ibarət idi ki, biz dayaq üzərində sadəcə mişarlamanı aparırıq. Amma mişarlama qutusunda artıq biz müxtəlif bucaqlar altında oduncağı mişarlayırıq. Gəlin görək mişarlama qutusunda hansı bucaqları var. 30 dərəcə var, 40 dərəcə var, 45 dərəcə var, bəli, 60 dərəcə var və 90 dərəcə. Bəzən başqa dərəcələrə gətirib qoyurlar, amma biz onları götürməyəcəyik. Yəni, kitab bizə nəyi veribsə, onu da götürməliyik. Daha sonra, demək, onu da qeyd edim ki, müəllimlər, burada liflərin eninə, yəni istiqamətində mişarlanması qeyd olunub. Orada xüsusilə diqqət edin. Testlərdə olar ki, uzunluğu gətirib salar, biz onda onu yanlış olaraq götürməliyik. Yəni, mişarlama qutusunda liflərin eninə istiqaməti biz mişarlama aparırıq. Daha sonra deyərsiniz ki, bəs bu mişarlama qutusunu biz hara yerləşdirsək işimiz rahat gedər. Biz bunu demək, müəllimlə verstaqın sıxacları arasında bərkitməklə bizim işimizin daha rahat yolunda getməsinə səbəb olur. Yəni, işin rahatlığı üçün biz mişarlama qutusunu verstaqın sıxacları arasında bərkitməliyik. Bax, bu hissəyə də diqqət edin. Daha sonra müəllimlər keçək mövzumuzun digər hissəsinə. Mişarlama qutusunda mişarlama zamanı pəstahı sol əlin baş barmağı ilə elə tilciyin yan tərəfinə sıxmaq lazımdır ki, pəstahdakı nişanlama xətti mişarlama yerinin qarşısına düşsün. Bəli. Bu demək olar ki, müəllimlərin işə qəbul imtahanında düşən suallardan biridir. Orada da bu şəkildə verilmişdi ki, variantlar bir-birinə çox yaxın idi. Yəni, orada deyirdi ki, nişanlama xətti mişarlama yerinin arxasına, ön hissəsinə, daha sonra ortasına bu kimi
bir-birinə yaxın olan variantlar çox idi. Deməli, burada mişarlama yerinin qarşısına düşəcək nişanlamamız. Ona görə bu hissəyə diqqət edin. Yəni, pəstəxtdakı nişanlama xətti mişarlama yerinin qarşısına düşməlidir. Olar ki, başqa variantlar qoyarlar ki, gerisinə düşməlidir, ortasına düşməlidir. Biz onda onları götürmürük. Deməli, pəstəxtdakı nişanlama xətti mişarlama yerinin qarşısına düşməlidir. Elə şəkil 5-ə baxsanız, pəstəxın mişarlanması üçün mişarlama qutusu verilib. Mən xüsusilə burada bir şeyi sizin nəzərinizə çatdırmaq istəyirəm. Müəllimlər, bəlkə də çox müəllim bunu sizə izah etməyib. Biz bayaq dedik ki, mişarlama qutusunda müəyyən bucaqlar var, eləmi? Dedik ki, müxtəlif bucaqlar altında yerinə yetirilir və enine istiqamətdə. Baxın müəllimlər, hal-hazırda burada biz bir pəstəx qoymuşuq və onu mişarlama qutusunda kəsməyə çalışırıq. Sizcə biz bunu uzunluğuna istiqamətdə, yəni bu şəkildə qoysaq, onu mişarlaya bilərik mişarlama qutusunda? Əlbəttə ki, xeyr. Ona görə mən elə müəllimlərimə də onu bu şəkildə izah edirəm. Yəni, biz onun üçün onu orada xüsusilə qeyd etdik ki, enine istiqamətdə mişarlayırıq. Daha sonra dedik ki, mişarlama qutusunda müxtəlif bucaqlar var. Heç ümumiyyətlə düşündünüz ki, həmin bucaqlar deyəndə nəyi nəzərdə tutub bu deyir? Baxın, müxtəlif bucaqlar bunlardır. Bura 30 da ola bilər, daha sonra 90 dərəcədə ola bilər, yəni dəyişir. İndi hal-hazırda mən misal olaraq çəkirəm sizə onu. Deməli, bax, bunlar həmin bucaqlardır. Yəni, bəli müəllimlər, yəni mən düşünürəm ki, hələ indiyətən heç bir müəllim bunun bu qədər xırdalığına kimi izahını verməyib sizə. Bax, həmin bucaqlar bu hissələrdir. Yəni, onların hər biri eyni ölçüdə deyil. Biz pəstəxi mişarlayan zaman, demək 90 dərəcə bucaq altında da edə bilərik, 30 dərəcədə, yəni fərq etmir, dəyişir. Yəni, bu hissələrə diqqət edin. Demək, liflərin enine istiqamətdə biz onu dəqiq kəsimə apara bilərik, yəni uzunluğuna mümkün deyil. Çünki uzunluğuna olsa əgər, biz onu mişarlama qutusunda necə yerləşdirə bilərik sizcə? Əlbəttə ki, bu mümkünsüz bir şeydir. Ona görə o hissələrə diqqət edin. Daha sonra müəllimlər, gəlin keçək mövzumuzun digər hissəsinə. Xarat məmulatların demək hazırlanmasında biz onun təmizlənməsi emalını yerinə yetiririk və təmizləmək üçün müxtəlif demək alətlərdən istifadə olunur. Bəzən müəllimlər olur ki, qarışdıracaq məqamlar var orada. İndi onları sizin diqqətinizə çatdıracağım. Biz demək oduncağın təmizlənməsi üçün alətlərdən istifadə edirik. Bunlar hansılar ola bilər? Törpüdür, yeyədir, suvantdır, sumbata kağızı və. Törpü ümumiyyətcə iri kərtiklərə malik olan tablandırılmış metal tercikdir. Tablandırma deyəndə oduncağın yəni möhkəmləndirilməsi. Onu biz müəyyən prosesdən keçirməklə möhkəmləndirmiş oluruq. İndi birazdan onun haqqında danışacağıq. Törpü iri kərtikləri var və müxtəlif əyri xətli səthləri və çıxıntıları emal etmək üçün lazım olan törpü ilə kobud təmizləmə yerinə yetirilir. Ümumiyyətcə müəllimlər, bəzən müəllimlər olur ki, təmizləmə aləti ilə yonucu alətləri qarışdırır. Təmizləmə alətləri başqadır, yonucu alətlər başqadır. İndi onların fərqini sizə birazdan izah edəcəm. Bizdən əgər təmizləmə aləti olaraq törpünün xüsusiyyətlərini soruşursa, törpü iri kərtikləri olan metal tercikdir, yəni tablandırılmış və müxtəlif əyri səthləri, daha sonra çıxıntıları emal etmək üçün bir də xüsusilə kobud təmizləmədə istifadə olunur. Bəs yeyə nədir? Yeyə müxtəlif hündürlükdə kərtikləri olan tablandırılmış metal tercikdir. Yəni ki, bu da tablandırma yolu ilə möhkəmləndirilib. Yəni tablandırma ümumiyyətcə həmin metalın bərkliyini, onun sərtliyini, möhkəmliyini artırmaq üçün istifadə olunan bir demək olar ki, əməliyyatdır. İndi birazdan onunla tanış olacağıq.
Yəni yeyə də alət poladdan hazırlanır. İnşallah irəliləyən siniflərdə özünüz də görəcəksiniz. Yeyə haqqında geniş məlumat verəcək sizə. Yeyə bərk material, yəni bərk oduncağı emal etmək üçün istifadə olunur. Suvand isə xırda kərtikləri olan tablandırılmış metal tercikdir. Yəni bayaq biz nə dedik? İri kərtikləri olmuş və çoxu təmizləmədə istifadə olunan bizə təmizləmə alətini soruşsa, biz törpünü götürəcəyik. Yeyə müxtəlif hündürlükdə kərtikləri olan metal tercikdir və yeyədən bərk materialın, demək bərk oduncağın təmizlənməsində biz istifadə edirik. Suvand isə xırda kərtiklərə sahibdir və suvanddan əyri xətli səthlərin emalında və məmulatın təmizlənməsində istifadə olunur. Bəzən olur ki, müəllimlər yonucu alətlərlə təmizləmə alətlərini qarışdırır. Ümumiyyətcə müəllimlər, təmizləmə alətləri törpüdür, yeyədir, suvanddır və sumbata kağızıdır. Bunlardır. Yonucu alətlər isə onlar başqadır. Yəni şerxebeldir, rəndədir, fuqandır, bunlardır. Ona görə bunları qarışdırmayaq. Bir yeyələr profil kəsiklərinə görə hansı formada olur? Burada şəkil C-də göstərilib. Profil kəsiklərinə görə kvadratdır, yarım dairəvidir, dairəvidir, üçüzlüdür və düzbucaqlı formada olur. Yəni biz buna yastı da deyirik. İrəliyən mövzularımızda daha geniş danışacağıq. Bəs yeyə hansı hissələrdən ibarətdir? Yeyə ümumiyyətcə müəllimlər 6 hissədən təşkil olunub. Dəstək hissəsi var. Daha sonra üzük hissəsi, üstə verilib daban, 4-də verilib tercik, 5-də kərtik, 6-da isə uc hissə. Ümumiyyətcə sizə məsləhətim olar ki, yeyənin hissələrini ardıcıl şəkildə yadınızda saxlayın. Yəni birinci dəstəkdən başlayın, üzük, daha sonra daban hissəsi, tercik hissəsi, kərtik hissəsi və uc hissəsi. Bunu bu şəkildə saxlamağınız daha məqsədə uyğundur. Çünki bəzən bu xırda az olan hissələri gətirib ardıcıl testdə istəyirlər. Ona görə yəni bunu bu şəkildə yadınızda saxlayın. Daha sonra şəkil A-da törpülər verilib. Törpünün də nə olduğunu bildik. Şəkil deməyə burada baxsaq, C-də də suvandlar verilib. D-də isə törpü ilə demək aparılan əməliyyatı göstərilib xüsusilə. Yəni ki, müəllimlər, mən bunları xüsusilə sizə qeyd edib deyirəm. Çünki bəzən elə şəkillərdən gətirib salırlar ki, bunlar nə deməkdir? Şəkil D-də də hal-hazırda gördüyünüz törpü ilə təmizləmədir. Y-də isə tercik ilə emal verilib və terciyin hansı istiqamətdə yerinə yetirildiyi, onun üzərindəki hal-hazırda gördüyünüz qara hissə bu sumbata kağızıdır. Yəni onun hansı istiqamətdə işləmə üsulları göstərilib, bu hissələrə də diqqət edin. Şəkilləri gətirib bəzən salırlar. Gəlin görək tablandırma nədir? Bəs tablandırma ümumiyyətcə termik emalın bir növüdür və poladı böhran temperaturda 30-50 dərəcə temperaturdan yuxarı qızdırıb həmin temperaturda saxlamaq və sürətlə soyutmaqdan ibarətdir. Bu nə işə yarayır? Ümumiyyətcə müəllimlər, tablandırma ilə biz metalın möhkəmliyini, onun bərkliyini, sərtliyini artırmış oluruq. Bax, bu o deməkdir. Gördünüz, bayaq fikir verdinizsə, dedik ki, yeyədir, suvanddır və törpüdür. Bunlar tablandırılmış tercikdir. Əgər onlar tablandırma yolu ilə onların bərkliyi, sərtliyi artırılmazsa, hər hansı taxtanı biz emal edən zaman o sına bilər əlimizdə. Ona görə biz deyirik ki, tablandırma yolu ilə onlar möhkəmliyi, sərtliyi, bərkliyi artırılır. Və tablandırmanın hansı dərəcə altında aparıldığını bildiniz və necə aparıldığını və hansı məqsədlə aparıldığını da qeyd etdim. Yəni bu hissələrə diqqət edin. Bəs tərtibat nədir? Tərtibat əməliyyatı aparmaq üçün bizim işimizi yüngülləşdirir. Bu qurğu da ola bilər, ləvazimat da ola bilər. Yəni fərq etmir, dəyişə bilər. Hal-hazırda biz tərtibatlardan keçdik sizinlə.
oduncaq ilə işləyən zaman tərtibatları, bu da mişarlama qutusudur. Daha sonra dayaqdır, ülgünü çəkmək üçün atlıq taxta. Yəni hələ ki bunlarla tanış olmuşuq. Bunlar da demək tərtibatdır və tərtibat işimizi yüngülləşdirən ləvazimat və ya qurğudur. Yəni bunu bu şəkildə yadımızda saxlamalıyıq. Və sumbata kağızı nədir? Gəlin keçək mövzumuzun digər hissəsinə. Sumbata kağızı ümumiyyətcə şüşəni, metalı, taxtanı, daşı cilalamaq və yaxud da ki, onları parıldatmaq üçün sürtüb təmizləyirik və üzərinə mineral ovuntu çəkilmiş kağız və ya parçadır. Bəli, hal-hazırda müəyyən demək evlərimizdə təmir apardıqda biz sumbata kağızını görmüşük, tanıyırıq. Xüsusilə kağız üzərinə çəkilmiş mineral ovuntudur. Bir də müəllimlər bəzən gətirib testlərə salırlar ki, sumbata kağızının neçə növü var? Əlbəttə ki, 2. Deyəcəksiniz hansıdır? İri dənəcikli və xırda dənəcikli. İri dənəcikli sumbata kağızına biz qalın təbəqəni çıxarmaq üçün istifadə edirik. Kiçik dənəcikli, yəni xırda dənəcikli sumbata kağızından isə parıldatma və ağartma əməliyyatında istifadə edirik. Yəni ən son təmizləmədə biz xırda dənəcikli sumbatadan istifadə edirik. Yəqin ki, bu hissəsi aydın oldu. Daha sonra keçək demək təhlükəsizlik qaydalarını. Nasaz alət ilə, nasaz və küt alətlə işləmək olmaz. Bəli, bunu bilirik. Sol əlinizi mişarlama yerinə yaxın tutmayın. Bəli, demək biz mişarlamanı sağ əlimizlə aparırıq. Sol əli isə həmin mişarlama yerinə yaxın tutmamalıyıq. Çünki əlimizi kəsə bilərik, yaralaya bilərik. Ona görə bunu deyir. Verstaq üzərində bıçqının dişləri sizdən kənarda olmaqla qoyun. Bəli, bu doğru bir fikirdir. Mişarlama müvəqqəti dayandırılsa belə, biz mişarlama zamanı pəstahda saxlaya bilmərik. Bax, bu doğru bir fikirdir. Deməli, müəllimlər, nə olur olsun, mişarlamanı biz müvəqqəti dayandırsaq belə, onu bıçqını, yəni bıçqının kəsən hissəsini mişarlama yerində saxlamaq olmaz. Bu təhlükəlidir hər bir halda. Yəni bu hissəyə diqqət edin. Daha sonra deyir ki, yəni ki, biz təmizləmə zamanı oduncağın çıxan yonqarı üfürməməliyik. Bəli, bu da doğrudur. Yəni yonqarı üfürmək olmaz. İş yerindəki yonqarı fırınçanın köməyi ilə təmizləmək lazımdır. Bu hissəyə diqqət edin. Çünki digər mövzuları da izahını verəndə özünüz görəcəksiniz. Orada qarşılaşdıracağım. Dülgər alətlərindəki yonqarı biz taxtapazın köməyi ilə təmizləyirdik. Amma iş yerindəki yonqarı isə artıq fırçanın köməyi ilə. Yəni burada artıq üfürmək olmaz. Gözümüzə də gedə bilər. Hər hansı bir toz hissəci nəfəs borumuza da gedə bilər. Ona görə təhlükəli bir məqamlardır. Olmaz. Gəlin bu hissəyə baxaq. Bəs pardaqlama nədir? Bayaq qeyd etdik ki, xırda dənəcikli sumbata kağızı ilə biz təmizləmə, yəni son təmizləmə, pardaqlama və ağartma işlərində aparırıq. Yəni orada istifadə olunur. Pardaqlama da əşyanın səthini sürtüb ona parlaq görünüş vermək üçün istifadə olunur. Demək, pardaqlama əməliyyatı nədir? Əşyanın səthini sürtüb ona parlaq görünüş vermək üçün demək, tətbiq olunur. Yəqin ki, bu hissəsi də aydındır. Düşünürəm ki, müəllimlər bütün xırdalığına kimi sizə izah verdim. Yenə də çalışın, sizlər də yaxşı oxuyun, bütün şəkillərə diqqət edin. Yaxşı müəllimlər. Sağ olun, hələlik hər birinizə uğurlar.